Həyəcan təşviş pozuntusudur bugünkü mövzumuz ki, hansı ki, həqiqətən də həyəcan özün normada, insanda olmağı vacibdir. Çünki həyəcanın olması bizim iş fəaliyyətimizdə, məsuliyyətli olmağımıza, akademik bacarıqlarımızı artmasında, işimizi daha doğru, düzgün icra edilməsində, perspektivalarımızın daha yüksək olmasında, həmçinin əgər bu tələbədirsə, məktəblidirsə, imtahan verirsə, daha məsuliyyətli olaraq yüksək nəticə əldə etməyində kömək edir. Əgər həyəcan norma daxilində bu baş verən situasiyanı hansısa bir imtahanla bağlı, məsuliyyətli işlə bağlı və yaxud da ki, hal-hazırda mən verilişə daxil olmuşam, bir məsuliyyət hiss eləyirəm, milyonlarla insan bizi izləyir. Əslində biraz həyəcanın olmağı da normaldır. Olması normaldır və bu normal bir haldır, məsuliyyətdir. Amma buradan çıxdıqdan sonra belə çəkilişdənmi, imtahandanmı, işlə bağlı olaraq hansısa bir vacib tədbirdənmi bu həyəcan gün ərzində sizi müşahidə eləyirsə və dediyiniz kimi funksionallığımıza artıq mənfi təsir göstərirsə və 6 ayın üzərində davam edirsə, artıq burada həyəcan təşviş pozuntusu diaqnozu qoyula bilər. Davamlı şəkildə davam edirsə, idarə olunmaz hala gəlirsə, artıq biz o həyəcan təşvişi idarə edə bilmirik, kəsə bilmirik və özümüzdən asılı olmayaraq bu davam edirsə, demək ki, artıq burada həyəcan təbili çalmaq zamanıdır. Çox təəssüf ki, bugünkü dövrümüzdə bu xəstəlik deyək, ola bilər ki, insanlar bunu diaqnoz olaraq bilməsinlər, amma bu əlamətləri özlərində yaşayan insanların sayı həddindən artıq çoxdur. Ona görə ekrana daha yaxın əyləşin və suallarınız varsa elə canlı yayımdaca ünvanlaya bilərsiniz. Çalışacağıq mütəxəssisimizlə bərabər bütün suallarınızı cavablandıraq. Əslində həyəcan təşviş pozuntusu böyük bir qrup xəstəlikdir. Sırf psixiatrik bir xəstəlikdir. Xəstəliklərin beynəlxalq təsnifatı üzrə psixiatrik belə deyək, xəstəliklərin beynəlxalq təsnifatı üzrə psixiatriyə daxildir və həyəcan təşviş pozuntusunun alt qrupunda generalizə olunmuş təşviş pozuntusu, panik atak, panik pozuntu, kəskin stres reaksiyası, əvvəlki nomenklatura ilə, lap köhnə nomenklatura ilə, hətta obsessiv kompulsiv pozuntu belə buraya daxil edilirdi. Adətən bu digər xəstəliklərlə qarışdırılır. Ümumiyyətlə, mən belə bir giriş etmək istəyərdim ki, ümumiyyətlə, həyəcan təşviş pozuntusu nədir ümumiyyətlə? Buna açıqlama verək, Günay xanım, bizi izləyənlər bilsin. Bunun da bir tərifi var. Tərifi var, bəli, bunun da bir tərifi var. Ümumiyyətlə, həyəcan təşviş pozuntusu, bəzən nomenklaturada buna terminoloji olaraq anksiyetə deyilir. Həyəcan təşviş pozuntusu zamanı şəxs gün ərzində davamlı olaraq, bəzən günün müəyyən hissələrində azalıb artmaq şərti ilə, hər hansısa bir stresə bağlı olmayan, hər hansısa bir belə situasiyaya bağlı olmayan, həyəcanlanır, gərgin olur, narahat olur, qıcıqlı olur, əsəbi olur. Şəxsin gələcəyə dair olaraq, daim olaraq negativ düşünməyə başlayır. Şəxs ailə üzvlərinə, öz yaxınlarına, övladına qarşı beynində daim negativ, pis düşüncələr var. Ona elə gəlir ki, övladının başına nəsə bir pis hadisə gələcəkdir. Və yaxud da ki, şəxsin maddi durumu normaldır. O elə düşünür ki, maddi durumu ilə bağlı sıxıntılar keçirəcəkdir və o bankrot olacaqdır. Sağlamlığı normaldır, lakin ona elə gəlir ki, hər hansısa bir ağır xəstəliyə düçar olacaqdır, o xəstəlikdən əziyyət çəkəcəkdir. Bu düşüncələr gün ərzində onun beynində dolaşır, ona narahatlıq, gərginlik, həyəcan verir. Şəxs daim tətikli vəziyyətdədir. Pasiyentin dilindən deyilən sözü deyəcəm. Doktor, sanki tikan üstündə oturmuşam. Bəzi bölgələrimizin bir terminologiyası var. Doktor, tıncıxıram, qərar tuta bilmirəm. Sıxılıram bəzi. Bu şəxslər adi suyun şırıltısı, kimsə yemək yedikdə ağzının mırçıltısı, saatın əqrəbinin çıqqıltısı, gəzərkən belə kiminsə addımı, televizorun səsi belə ona qıcıq verir, gərginlik verir və bu gərginlik boyu gün ərzində müşahidə olunur. Bu narahatlıq onun gündəlik olaraq həyatına təsir göstərir. Qidalanması pozulur, iştahsı zəifləyir, cinsel funksiyası zəifləyir, gecə yuxusunu pozur. Yuxuya daldıqda belə çətinliklə yuxuya keçir. Yuxuya keçdikdə belə yuxunu davamlı sürdürə bilmir. Yuxu ərəfəsində oyanır, həyəcanlı, təşvişli oyanır və yenidən yuxuya keçə bilmir. Və gecə narahat yatdığı üçün səhər yatağından qalxanda belə daim olaraq gün ərzində narahat olur. Diqqəti dağınıq olur. Fikrini, diqqətini incə işlərə, öz işini adaptasiya eləyə bilmir. Mühitə adapta ola bilmir. Buna görə də bu şəxslər daim olaraq gün ərzində ailə daxili münaqişələrə meyilli olurlar, iş yoldaşları ilə mübahisələrə meyilli olurlar. Sonraki etapda bu sadaladığım əlamətlər psixoloji əlamətlərdir. Bu fiziki əlamətlərlə özünü göstərir. Hansı əlamətlərdir? Bəli. Fiziki əlamətlər olaraq, bəli, nəyə qeyd edərdim? Ağrılar yaranmağa başlayır Günay xanım. Şəxsin başı, boynu,
bel əzələlərində ağrılar olur. Ağrılar sancı, yanma, göynəmə tipli olur. Şəxsin bütün bədən əzələləri ağrıyır. Deyir doktor, sanki narahatam, özümə yer tapa bilmirəm. Bədən soyuyur, tərləyir, titrəyir, üzü vahiməli bir baxış alır. Alını qırışır, sifəti qızarır və bu narahatlıq onun ürək damar sisteminə təsir göstərir. Ürəyi sürətli vurmağa başlayır, nəbzi tezləşir, təzyiqi yüksəlir, tənəffüs vurğuları artır, tənəffüs sürətlənir, nəfəs alıb vermədə çətinlik çəkir. Şəxs nə deyir? Müayinəmizə gələn. Doktor, sanki sinəmin üstündə bir qaya oturubdur. Nəfəs alıb verə bilmirəm. Çətinliklə nəfəs alır. Bir ağırlıq hiss edir. Bəli, o mənim hətta o bəzən ürək xəstəlikləri ilə səs salırlar. Gəzəndə belə mənə təsir göstərir. Daha sonra mədə bağırsaq pozuntusu verir. Şəxs daim olaraq qarnı köpmüş, şiş vəziyyətdə olur. Deyir elə bil ki, doktor, sanki hamilə qadınam. Yemək də yedim, yemədim də qarnım şişdə olur. Şiş vəziyyətində olur. Yəni spazmlar yaranır. Spazmlar yaranır. Bəzən qıcqırma, gəyirmə, bəzən olur ishal, bəzən isə qəbizliklə ifadə olunur. Sadaladığım bu bütün əlamətlər, həm psixoloji, həm də fizioloji əlamətlər 6 ayın üzərində davam edirsə, gündəlik olaraq sizi müşahidə edirsə və davamlı xarakter daşıyırsa və ara bir gündə artıb azalırsa, müəyyən müddətdən sonra artıq bu əlamətlər ürək damar sisteminə təsir göstərərək hətta təzyiq problemləri, miokard infarktına qədər gətirə bilər. Uzun müddətli bu həyəcanlı vəziyyət, uzun müddətli bu həyəcanlı vəziyyət hətta insulin direnci, insulin rezistentliyini artıra bilər. Bəzi hallarda şəkərli diabetə səbəb ola bilər. Sadaladığım bu əlamətlər sizdə varsa, mütləq şəkildə vaxt itirmədən həkim psixiatra müraciət olunmalıdır. Yəni vaxtı uzatmaq lazım deyil, 6 ay gözləmək lazım deyil. Əgər bu əlamətlər davamlı şəkildə hər gün müşahidə olunursa, demək ki, bu problem. Bəzən görürsən ki, insanlar müəyyən analizlər verirlər, qan analizləri verirlər, ultrasəs müayinəsindən keçirlər, heç bir problem yoxdur. Amma müəyyən xəstəliklərdə müşahidə olunan əlamətlər, doktorun indi sadaladığı bütün əlamətlər, onlarda bəziləri ya toplu şəkildə və yaxud da bir neçəsi müşahidə olunur. Bu zamanda həyəcan təşviş pozuntusundan söhbət gedə bilər, şübhələnmək olar. Çox düzgün vurğuladınız. Yanımıza gələn pasiyentlər onsuz da ki, bunlar bir sıra müayinələrdən keçmiş olurlar. Çünki nədənsə şübhələnirlər. Bəli, echo, kardioqram olsun, baş beyin MRT müayinəsi olsun, belə deyək, mədə bağırsaqla olur ki, dəfələrlə kolonoskopiya, endoskopiya olunur ki, bağırsağında bəzən diaqnoz qoyulur qastroptoz, mədə sallanması. Amma bunun altında yatan səbəbi kimi, nəyə görə qastroptoz dedim? Çünki şəxs uzun müddətli qidalanmır. Həyəcan təşviş pozuntusu fonunda yeyə bilmir. Deyir ki, doktor, yemək yeyəndə belə tam udquna bilmirəm. Yemək sanki gəlir, dirənir, tıxanır, burada qalır. Məcbur oluram, daim olaraq yeməyin yanında bir stakan su olmalıdır ki, mən bu yeməyi udub həll edə bilim. Uzun müddət ac qalan insanın da orqanları sallanacaqdır. Nəticədə mədədə qastroptoz əmələ gəlir. Normal qidalana bilməyən, daim həyəcanlı olan ürək, belə deyək, yüksək təzyiqlə işləyəcəkdir. Daim olaraq ürək, belə deyək, güclə işləyəcək. Naqruskada belə deyək, rusların bir gözəl termini var. Burada yüklənmiş vəziyyətdə işləyəcəkdir və nəticədə ürəyin də bu təzyiqin uzun müddətli olması miokard infarktına, beyinə qansızmaya gətirib çıxardacaqdır. Yəni sadaladığım bu əlamətlər daha sonraki somatik əlamətlərə səbəb olur. Bəzən deyirlər, Günay xanım, eyb yox da, heç bir şey olmaz. Qonşu filan dərmanı aldı, içdi, mən də alıb içeyim. Filan dərmanı içdi, mən də içeyim. Çox təəssüf ki, bütün xəstəliklərdə bu qonşu qohum məsələsi həmişə qabarır. Aptekə gedirlər, məsləhət alırlar ki, nə məsləhət filan dərmanın bir həyəcanım var. Əlamətləri söyləyir, əczaxanada çalışanda uzaqbaşı hansısa bir mədə probleminə bağlı problemin olduğunu, xəstəliyin olduğunu düşünür və bir dərman yazır, amma baxırsan ki, bu dərman da kömək eləmir. Əlbəttə, və dediyim kimi Günay xanım, bu həyəcan pozuntusu istənilən yaş qrupunda olur. Uşaqlarda da olur, xüsusən onu qeyd edim ki, indi bizi izləyən valideynlər də yəqin ki, bizi izləyir. Məktəbə qədəm qoymaq istəyən uşaqlarda, xüsusən bu yay aylarında artıq məktəb dönəmi ki, başlayacaq, o etapda və yaxud da ki, imtahanlar da hal-hazırda universitetə imtahana hazırlaşırlar. İmtahan dönəmində həyəcanlı, narahat olurlar. Həmin müddətdən olur. Şəxs tez-tez tualetə gedir, bağırsağı sürətli işləməyə başlayır, daim narahat, həyəcanlı olur, gərgin olur, tədirgin olur, bir yerdə qərar tapmır, diqqəti dağınıq olur. Bayaq vurğuladım, dərsə konsentrə olub, dərsini doğru düzgün icra edə bilmir. Çünki hər bir halın, bayaq qeyd etdiyim kimi, həyəcan norma daxilində gözəldir. Həyəcanın artığı diqqət dağınıqlığı verir. Həyəcanın normada olması diqqəti konsentrə eləməkdə kömək eləyə bilər. Və nəticədə bu uşaqlar, bu tələbələr universitetə hazırlaşanda necə olurlar? Gedib istədikləri nəticə əldə eləyə bilmirlər, həyəcan fonunda istədikləri balı toplaya bilmirlər, həmin o gözlədikləri valideynlərin performansı göstərə bilmirlər.
daha aşağı nəticələrə nail ola bilirlər. Və mən bir də burada nəyə vurğulamaq istəyərdim Günay xanım? Ümumiyyətlə bu həyəcanı dedik, klinikasını sadaladıq. Ümumiyyətlə necə olur bu baş verir? Bir onun neyrokimyasal olaraq beyində hansı proseslər gedir? Yəni sırf beyində gedən kimyəvi proseslərlə bağlıdır. İndi biz deyəcəyik ki, kimyəvi proseslər laboratoriyalarda olur. Xeyr, beyində də müəyyən kimyəvi proseslər gedir və bu xəstəliyin yaranması üçün də ilk öncə problem başlayır beyindən. Bəli, təbii ki, burada genetik faktor da var, psixososial faktorlar da var və mənim indi hal-hazırda deyəcəyim bioloji faktorlardır. Beyində nə dəyişiklik gedir? Həyəcan təşviş pozuntusu, yəni anksiyete zamanı, anksiyete niyə deyirəm? Türklər adətən belə adlandırılır, amma bizim gənclər, cavanlar internetdə axtarış eləyəndə anksiyete yazırlar. Nə baş verir? Beyində bu zaman, biz bildiyimiz kimi, beyin bir neçə paydan ibarətdir. Bu zaman beynin temporal, yəni gicgah payında, burada bizim amigdala deyilən var. Gicgah payında, yəni temporal lobun içəri hissəsində amigdala var. Amigdala bir badam formasındadır, bildiyimiz badam formasında və cütdür. Hər iki nahiyədə yerləşir. Həm sol gicgah, həm sağ gicgah. Həm solda, həm sağda. Və bu hipokampusun direkt önündə, düz önündə yerləşir. Və bu amigdalanın əsas funksiyası bizdə yaranan həyəcan, qorxu, təşviş, gərginlik, emosional vəziyyətimizi kontrol altına alır. Bu amigdala sırf qorxu mərkəzi hesab edilir və bizdə hər hansısa bir problem yarandıqda, təşviş yarandıqda, narahatlıq yarandıqda, məsələn, oturmuşuq studiyada, birdən bizə bir pis xəbər verdilər. Biz başlayacaq necə bir təşviş olmağa Günay xanım. Neyiniyək studiyada da? Yəni, indi studiya müddətində çəkiliş gedir və biz bu çəkilişi idarə etməlisiniz. Amma əslində bir olay var. Və buradan çıxış yolu kimi başlayacaq necə olmağa? Üzümüz qızaracaq, tərləyəcək, həyəcanlanacaq, əlimiz ayağımız soyacaq, qızaracaq, alnımız qırışacaq, vahiməli bir sifət alacaq. Həyəcan təşviş pozuntusunda adətən bu situasiya olmadan belə yaranır. Yəni heç bir səbəb olmadan, adətən heç bir səbəb olmadan yaranır və bu zaman nə olur? Amigdala tətiklənir və amigdala bu badam formasında olan həmin bu mərkəz tətiklənərək digər mərkəzlərlə belə deyək ki, bağlantı qurur. Xüsusən də bu belə deyək, sinir sistemi daim olaraq endokrinoloji sistemlərlə əlaqəlidir. Bu zaman hipofiz, hipotalamus böyrəküstü vəzdən əlaqələnir və böyrəküstü vəzdən adrenalin hormonu sintezi olunur. Biz də bildiyimiz kimi adrenalin enerji, həyəcan, belə deyək, güc hormonudur və bu adrenalin sintezi olunduqda necə olur? Artıq burada simpatik sinir sistemi fəaliyyəti işə düşür. Ürək döyüntüsü artır, həyəcanlanmağa başlayırıq. Bayaq sadaladığım bütün əlamətləri, üz qızarır, gərginləşir, tənəffüs sürətlənir, sanki həyəcanlı bir vəziyyət, aktivləşir, tərləyir, titrəyir, yəni həmin düşdüyü situasiyadan çıxış yolu axtarır. Məsəl üçün, əgər mən hansı bir molda olduqda, liftdə olduqda və yaxud da ki, qapalı bir məkanlarda, hal-hazırda studiyada hər hansısa bir həyəcanlı vəziyyətlə qarşılaşsam, Günay xanım, bir müddətdən sonra gələn efir sizin verilişə gələndə artıq məndə burada bir qorxu yaranacaq. Həyəcan təşviş pozuntusu artıq burada fobiyaya keçir, qorxuya keçir, aqrofobiya yaranır. Mənə elə gələcək ki, artıq bu dəfə də, məsəl üçün, veriliş ərəfəsində başıma bir hadisə gələcək, yenidən beynimdə cəryan edəcək və bu məkana gələndə məndə yenidən qorxu yaranacaq. Bax, burada monitorda da qeyd olunduğu kimi. Sanki bir psixoloji travma, həmin o psixoloji travmanı yenidən yaşayacaq. Müəyyən müddətdən sonra həyəcan təşviş pozuntuları digər xəstəliklərə də yol açır, əhval-ruhiyyə pozulur, şəxs özünə qapanır, daim qıcıqlı, gərgin, emosional olur, depressiyaya yol açır və təbii ki, həyəcan təşviş pozuntuları bəzən deyirlər ki, doktor, bunun da müalicəsi varmı? Bəzən elə bilirlər ki, Günay xanım, elə həyəcanlı olmalıyıq, biz elə müalicə olunmamalıyıq. Bu bir xəstəlik deyil. Yəni, bu insanın bir xüsusiyyətidir və yaxud da xarakterin bir xüsusiyyətidir. Yaxınları belə düşünə bilər, amma əslində belə olmamalıdır. Bəli, xarakteriyoloji cizgi, şəxsiyyət özəlliyimiz, daha çox həyəcanlı, titiz, belə deyək, hər şeyi yerli yerində istəyən insanlarda bu olur. Məsuliyyətdən doğan həyəcan bəzən həyəcan o qədər üstələnir ki, artıq xəstəlik səviyyəsinə gəlib çatır. Yəni, aşırı məsuliyyət də sonradan bu xəstəliklərə keçə bilir. Doktor, hal-hazırda bizə Sabirabaddan sualı yazan izləyicimiz var. Sualı diqqətimi cəlb elədi, oxumaq istəyirəm. Yaza bilərsiniz, oxuyacağım suallarınızı. 1272 nömrəli abunəçidir, yazır salam. Sizə Sabirabaddan yazıram, adım Ruslan. Aytən xanıma sualım ondan ibarətdir ki, həyəcan təşvişi dərmansız olaraq necə sabit saxlamaq olar? Maksimum dərəcədə özümüzü necə normala kökləyə bilərik?
Çox gözəl sualdır. Əgər sizdə həyəcan təşviş pozuntusu qısa müddət ərzində olursa, bu sizin funksionallığınızı pozmursa, işinizi işləyə bilirsiniz, odaklana bilirsinizsə işinizə və bu 6 ayın altındadırsa və ara bir təkrarlanırsa, təbii ki, burada tənəffüs aktları var. Bunu göstərim. Adətən panik atakda da bunu eləyə bilirik. Diqqətli olaq. Düşünürəm, bu həyəcanı yaşayan, indiki dövrümüzdə həyəcanı davamlı olmasa da gündəlik yaşayan insanlar var və yaxud da müəyyən aralarla hər hansı bir yan təsirə bağlı olaraq yaşayanlar var. Diqqətli olaq. Bəli, həyəcan təşviş pozuntusu zamanı bu indi hal-hazırda göstərəcəyim, bəli, tənəffüs aktını etməklə həyəcanınızı aşıra bilərsiniz. Burun tənəffüsünü alır şəxs və biraz burundan alır. Alır, döş qəfəsi, döş tipli tənəffüs etmiş olur və daha sonra ağzından tənəffüsü verir. Və bunu bir neçə dəfə, hətta tutmaya qədər 6-7 dəfə, elə tutmadan sonra və gün ərzində 6 dəfə təkrarlaya bilər. Bunun fonunda artıq biraz rahatlamış olur. Amma buna baxmayaraq, həyəcan sizi tərk etmirsə, narahat edirsə, gərginsinizsə, mütləq bir mütəxəssislə məsləhətləşmək lazımdır. Həyəcan digər, çünki somatik xəstəliklərin yanında da görülə bilər. Kardioloji xəstəliklərdə, onkoloji xəstəliklərdə, şəkərli diabetdə. Sizin əgər yanaşı xəstəliyiniz varsa və yanında həyəcan sizə, belə deyək, dostluq edirsə xəstəliyinizə, demək, həyəcan təşviş pozuntusunu ilk növbədə müalicə eləmək lazımdır. Çünki həyəcan təşviş pozuntusu depressiyaya yol açır. Depressiya sizin digər xəstəliyinizin sağalmasına mane olur. Mən onu qeyd edərdim ki, onkoloji xəstəliklərdən bəzən bədxassəli şişlər olsun da, xərçək deyək ki, o deyirlər ki, doktor, bəs bu xərçəkdir filan. İnanın mənə, orada da belə stres faktoru, orada da belə insanın öz psixoloji olaraq özünün olan özgüvən, xəstəliyinə daim olaraq beynində müsbət düşüncələr belə onun xəstəliyinin ağırlaşmasına, geriləməsinə imkan yaratmır. Çünki bizi qocaldan, bizi həm fizioloji qocaldan, həm bioloji qocaldan, həm psixoloji qocaldan bizim keçirdiyimiz, yaşadığımız stressdir. Stres bütün xəstəliklərin başlanğıcında və bütün xəstəliklərin patogenizində ilkin faktordur. Yəni ona görə maksimum özümüzü qorumalıyıq. Doktor, çox suallar gəlir. 5306 nömrəli abunəçi yazır ki, salam Günay xanım, doktoru da salamlayıram. Aytən doktor 12 yaşlı uşağı qəbul edir. Bəli. 1 yaş yarım olsun, 2 yaşın üzərində olsun, yəni autizm bilir ki, uşaqlar olsun, enurez olsun, autistik spektr pozuntusu olsun, o uşaqlardan tutmuş, Allah ömrü versin, 100 yaşına qədər, nə bilim, pasientlər qəbul edir. 0577 nömrəli abunəçi yazır. İzləyicilərimiz maşallah çox aktivdirlər. Mən də çalışacağım suallarınızı ünvanlayın bacardığım qədər. Salam Günay xanım, mən həddindən artıq əsəb keçirdiyim anda əllərimdə, ayaqlarımda keymələr, qıc olmalar olurdu. Həkimə müraciət etdim. İsterik nevroz diaqnozu qoyuldu, müalicə aldım, lakin təsiri olmadı. Nə etməliyəm? Bu mövzu haqqında biz danışmışıq Günay xanım. Xanımı salamlayıram, sual verən xanımı və diqqətli bizdə olsun. Nə demək istəyir? İsterik nevroz el arasında deyirlər. Adətən, yəqin ki, nevroloq da olub, ona görə isterik nevroz adı deyib. Elmi olaraq mənim YouTube-da videolarımda var, konversiyon pozuntu. Yazıb, bizim verilişdə danışmışıq, axtarış verib dinləyə bilər dərindən. Konversiyon pozuntudur bu, isterik nevroz dediyim kimi. Daim olaraq narahatlıq fonunda əl-ayağı soyuyur, uyuşur, keyir, hiss eləmir, qıc olma olur. Hətta ağır formalarda bayılma ola bilər, yıxıla bilər, ətrafı dərk etməyə bilər, gündəlik olaraq daim diqqəti dağınıq ola bilər. Bu əlamətin, bilirsiniz, hər bir sahənin peşəkarı var da. Bizə stigmatizasiya olsa belə, o psixiatrdır, dəli həkimidir, filandır deyirlər. Müalicənin ən son ağırlaşmış mərhələsində müraciət edirlər. Çox təəssüf. Amma vaxtında müraciət etsələr daha tez olar. İllər aylarını itirirlər. Davamlı olaraq, inanın, dünən yanıma gələn bir pasiyent 18 dərman içirdi. Bugün qəbul etdiyim pasiyentin biri. Yəni hər gün 18 dərman qəbul edir. Hər gün 18 dərman. İnan, bugün qəbul etdiyim pasiyentin biri deyir, doktor 13 dərman yazıb. Açıram resepti, baxıram. Yəni 13 tabletka ilə depressiya müalicə edirlər. Halbuki bu adam bir və yaxud da ki, uzaq başlı 2 dərmanla tam sağalıb öz sağlam həyatına qayıda biləcək bir pasiyentdir. Yəni burada hər bir ixtisaslı həkimə böyük bir hörmətim var, amma hər bir işin peşəkarı var. Mən necə onkoloji xəstə müalicə edə bilərəm? Xeyr. Hər bir xəstəliyin öz həkimi var. Bəli. Və hal-hazırda yenə yazanlarımız var. 8308 nömrəli abunəçi yazır. Salam Günay xanım, doktoru da salamlayıram. Mən tez-tez tərləyirəm, istilik gəlir.
bu əsəblə əlaqəli ola bilərmi? Çox təəssüf ki, yaşınızı qeyd etməmisiniz. İzləyirsinizsə, hal-hazırda yaşınızı da yazarsınız. Kişidir, qadındır. 8308 nömrəli abunəçi. Qadın fotosudur. Qadındırsa, salamlayırıq şəxsi və əgər burada müəyyən bir yaşın üzərindədirsə, adətən o gərginlik, həyəcan, təşviş pozuntuları olsun, depressiyada olsun, bəzən qadınlarda premenstrual disforik pozuntu olur, aybaşı ilə əlaqədar olaraq daim olaraq gərgin, narahat olurlar və yaxud da ki, menopauza dövründə aybaşı sikli kəsildikdən sonra da ola bilir. Qadın tiplidirsə, burada belə deyək, bəzən cinsel həyatının normal olmaması, kişi ilə qadın arasında olan münaqişəli vəziyyət də isti basma, gərginlik, daim həyəcanlı, tədirgin hal yarada bilər. Sadəcə olaraq biraz kökünə gedib anamnezi dərindən toplamaq lazımdır ki, yəni müayinəyə ehtiyac var. Bəli, müayinəyə ehtiyacı var, tam da sağlam bir pozuntudur. Doktorumuzla əlaqə saxlamaq istəyənlər 050 377 54 22 099 377 54 22 nömrələri ilə əlaqə saxlaya bilərlər. Bir daha söyləyim ki, proqramımız hal-hazırda canlı yayımlanır. Sualları yazırsınız. Bacardığım qədər doktora ünvanlayacağam. Bu qısa aradan da istifadə edib 055 254 01 06 nömrəsinə elə indi suallarınızı göndərə bilərsiniz. Sağlam gün, ay. Davam edirik. Proqramımız canlı yayımlanır. Hal-hazırda studiyamızın dəyərli həkim qonağı, həkim psixiatr Aytən Namazovadır. Bir daha xoş gördük sizi, doktor. Xoş gördük, Günayxan. Qaynar xəttimiz susmur, suallar həddindən artıq çoxdur. Amma ola bilər ki, mənim gözümdən qaçan sual ola bilər. O zaman doktorumuzun əlaqə nömrələri ekranlarınızda, eyni nömrənin həm 050-si, həm 099-u 377 54 22 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. 050 377 54 22 099 377 54 22 və demək olar ki, bütün bölgələrimizdən hal-hazırda bizi izləyirlər. Sumqayıtdan yazanlar var, Şamaxıdan yazanlar var, Bərdədən yazanlar var, Lənkərandan yazanlar var. Mən təşəkkür edirəm bu aktivliyiniz üçün. Hal-hazırda Xaçmazdan bizi izləyirlər, Astaradan bizi izləyirlər, Bakıdan izləyirlər, Bakının kəndlərinə yazanlar var. Elə Bakının 32 kəndinə buradan salamlarımı çatdırıram. Balakənd, Saray, Quba, daha sonra Ağdam, Füzuli, Kürdəmir, yenə Sabirabad, maşallah, Sabirabad aktivdə ard-arda bir neçə izləyicimiz Sabirabaddan yazır. Elə hal-hazırda qaynar xəttimizə də Sabirabaddan sual gəlmişdi. Mən o sualı ünvanladım. Tovuzdan bizi izləyirlər, İmişlidən bizi izləyirlər, xoş sözlər yazırlar və yazırlar ki, həm TV-dən, yəni ATV-dən, həmçinin də TikTokdan canlı yayımdan bizi izləyirlər. Buzovna, Şirvan, Gəncə, Şəki, Zərdab. Demək olar ki, mesajlar susmur. Salyan, Şəmkir, mən təşəkkür edirəm sizə. İsmayıllı, Qax, Gəncə, gözümdən qaça bilər, üzürlü sayın, çox yazırsınız. Demək olar ki, tez-tez gedir mesajlar. Həcə Aslanovdan bizi izləyirlər, Bakının qəsəbələrindən bizi izləyirlər, Qaradağ rayonundan bizi izləyirlər, Zabratdan bizi izləyirlər. Minnətdarıq hər birinizə. Keçid alaq suallara, həyəcan təşviş pozuntusundan danışırıq və tamaşaçıların da çox diqqətində, marağında olan bir mövzu oldu. 5911 nömrəli abunəçinin yazdığı sualı oxuyuram. Salam Günay xanım, adım Könüldür, həkimi də salamlayıram. Mən sizə baxandan sonra bildim ki, təşviş pozuntum var. 27 yaşım var, mən çox məsuliyyətli insan olmuşam, artıq bütün işlərimi qeyd kimi yazıram. Yazdığım bütün qeydlər eynidir, hər ay eyni qeydləri yazıram. Bu təşviş pozuntusuna aiddirmi? Nə etməliyəm? Adım Könül, bir daha qeyd edib. Salamlayırıq Könül xanımı. Demək, onun dediyi hal, əgər biz gələcəyə dair düşünüb yazırıqsa, bu həyəcan təşviş pozuntusudur. Keçmişdən yazırıqsa, artıq depressiyadır. Könül xanım da yəni dediyi, əgər gələcəyə dair planları ilə bağlıdırsa və hər ay onu təkrarlayıb tədirgin vəziyyət alırsa, burada həyəcan təşviş pozuntusundan bəhs edilir. Yəni çox güman ki, onu narahat deyil bu durum. Ona görə dilə gəlib yazır bizə. Aha, müraciət eləyə bilərsiniz. Doktorun əlaqə nömrələri ekranlarınızda. Bayaq 8308 nömrəli abunəçi yazmışdı və mən ona sual verdim ki, neçə yaşı var? Bəli. Xanım yazdı ki, mən tez-tez tərliyirəm, istilik gəlir, bu əsəblə əlaqəli ola bilərmi? Xanımam 44 yaşım var. Doktor məndə olan əlamətlərin hamısını saydı, söyləyir. Yenə təşviş, həyəcan təşviş pozuntusundan söhbət gedir. Salam, zəhmət olmasa sualımı doktora çatdıra bilərsinizmi? 2949 nömrəli abunəçi yazır. Mən gecə yatarkən xorultuya qıcıq olub, yuxudan ayılıram. Xorultu kəsilməsə, həddindən artıq əsəb keçirib, ağlamağa başlayıram. Dərman qəbul etmədən nə edə bilərəm? 16 yaşım var.
16 yaşında bir gəncin əgər bu xorultu ilə bağlı qıcığı, insan ümumiyyətlə yuxunun REM fazasına keçəndə, dəri yuxu fazasında eşitməməlidir. Yəni bu xırda qıcıqları, xorultu səs olsun, qapının döyülməyi, yəni yüngül səslər, əgər bu xorultu şiddətli deyilsə. Əgər onda qıcıq yaradırsa, qıcıq yaradıb oyandıqdan sonra sakitləşib yenidən yuxuya gedə bilmirsə, gün ərzində aqressiv əsəbi olursa, bu artıq burada mütləq ki, müdaxilə etmək lazımdır. Mütəxəssis bir müayinəyə gəlib bir ən azından onun nə şəkildə olmağı, neçə vaxtda davam etməyi, intensivliyi, bundan başqa hansı əlamətlər onu gün ərzində müşahidə etdiyi barədə məlumat almalıyıq. Xüsusən də 16 yaş. 16 yaş, bəli. Elə bir dönəmdir ki. Elə həssas bir dönəmdir, bəli. 2141 nömrəli abunəçi yazır, biraz da çox yazıb, biraz qısaltmağa çalışacağım. Ürək döyüntüsü, təzyiq, qorxusu, özünü qorxutma, baş gicəllənmə, bunlar stresslə əlaqəli ola bilərmi? 19 yaş, bir də yeniyetməlik dövrü ilə əlaqəli ola bilərmi? Amma 19 yaş artıq yeniyetməlik dövrünün keçmiş vaxtıdır. Zəhmət olmasa həkimə deyərsiniz, evdə tək qalanda birdən öz-özünə qorxu hissi gəlir, özünü pis hiss edirəm. Belə hallar nə ilə bağlı ola bilər? Bir də sinədə ağrılar yaşanır. Bir də hər şeydən qorxuram, İraq olsun, kiməsə nəsə olanda özümə gələ bilmirəm. Bax, Günay xanım, çox maraqlı burasındadır ki, bəzən bizim xəstəlikləri yeniyetməlik çağının xəstəlikləri ilə səhv salırlar. Və onlar düşünürlər ki, bu yeniyetməlik dövrünün patologiyasıdır. Amma çox təəssüf ki, bu xəstəliklər yeniyetməlik dövründə bəli, çox təəssüflə qeyd edirəm ki, gündəlik müayinəmdə, indi mən bu gün olsun, bugünkü müayinəmdə səhər erkəndən pasiyentlər bilir ki, mən 7-də müayinəyə başlayıram da tezdən. Bəli, günümüz daha tezdən başlayır. Pasiyent uşağı gətirirlər yanıma həyəcan təşviş pozuntusundan və yaxud da ki, əhval-ruhiyyə düşkünlüyündən. Dərindən müayinə elədikdə görürük ki, 17 yaşı var, məsəl üçün, 15 yaşı var, artıq burada ruhu xəstəlik başlayır. Yəni, hər həyəcan, hər qorxu, onların yazdığı şəkildə biz onu qavraya bilmirik. Pasiyentlə üz-üzə qaldıqda, artıq onun dərinliyinə getdikdə, dərindən anamnez topladıqda, valideyni dinlədikdə, uşağın gün ərzində özünü necə aparması, uşaq qapanırmı, otağa mı girir, ünsiyyətə girmir, qidalanmırmı, ara bir dodaq altı danışırmı və yaxud da deyir, nənəsi deyir ki, doktor, gedirdi elə bir əllə qolla kimləsə danışırdı. Yəni, bunların hamısına dərindən anamnez toplayıb bilməliyik. Çox güman ki, 19 yaşında biri bu əlamət varsa, məhz bu həyəcan təşviş pozuntusudur. Amma bundan başqa biz onu dərindən dinləməliyik ki, həqiqətən də bəlkə başqa bir xəstəlikdir. Doktor, mən bacardığım qədər sualları ünvanladım, amma yenə yazanlar var, elə biz danışdığımız müddətdə də yeni mesajlar gəlir. Təəssüf ki, vaxtımız məhduddur. Mən istəyirəm son olaraq, bizi izləyən izləyicilərimiz bugün çox aktiv oldular. Çünki dediyim kimi, çox yayılmış bir xəstəlikdən danışdıq. Həyəcan, təşviş pozuntusu. Son olaraq nə məsləhət edərdiniz? Nələrə diqqət etsinlər və hansı halda həkimə müraciət etsinlər? İlk növbədə bizi idarə eləyən fiziki sağlamlığımızla yanaşı psixi sağlamlığımızdır. Əgər siz gün ərzində həyəcanlısınızsa, narahatsızsa, bu aidiyyəti olmayan bir proseslərə, hər hansı bir stres faktoruna bağlı olaraq və yaxud da olmayaraq tədirgin, gərgin vəziyyətdəsinizsə, sanki tikan üstündə oturmuşsunuzsa, işinizi düzgün icra eləyə bilmirsiniz, diqqətinizi incə işlərinizdə, öz işinizdə adaptasiya eləyə bilmirsinizsə, tələbədirsə, akademik bacarıqları aşağı düşübsə, daim olaraq gərgin əsəbidirsə, dərs prosesində ağlayırsa, özünə qapanırsa, uşaqdırsa, həyəcan fonunda yerinə qaçırmalar olursa, daim narahat ağlayırsa, iştahsı pozulubsa, yuxusu pozulubsa, bunun fonunda baş ağrıları, baş gicəllənmə, ürək bulanma, qusma, səbəbsiz yerə, belə deyək ki, orqanik patologiya olmadan qəbizlik və ishal halları müşahidə olunursa və bu gün ərzində sizi narahat edirsə, artıq burada bir həyəcan təbliğ çalmaq lazımdır və həkim mütəxəssis psixiatra müraciət etmək lazımdır. Yəni, bu halda həkim psixiatr getdiyiniz ünvan olmalıdır. Hal-hazırda studiyamızın dəyərli həkim qonağı, həkim psixiatrımız Aytən Namazova idi. Aytən xanım, mən sizə təşəkkür edirəm. Mən sizə təşəkkür edirəm. Gözəl, belə deyək də, mövzu müzakirəmizə görə Günay xanım. Düşünürəm ki, faydalı olmağı bacardıq. Ən azı gələn mesajlardan və mesajlara cavablandırdıqdan sonra gələn təşəkkürlərdən bunu anlayıram. Sayənizdə doktorum. Minnətdaram. Və doktorumuzla əlaqə saxlamaq istəyənlər 050 377 54 22 099 377 54 22 nömrəsi ilə əlaqə saxlaya bilərlər. Yenə suallar gəlir, elə bir gözüm qaynar xəttimizdədir. Doktorumuzun YouTube səhifəsi var. Aytən Namazova axtarışa verib məlumatlana bilərsiniz. Demək olar ki, bütün mövzularda bizim Aytən xanımla müzakirələrimiz olub. Həmçinin Instagram səhifəsində də keçid alıb, yenə də faydalana bilərsiniz. Doktor Aytən Namazova, Dırı Aytən Namazova. Axtarışa verin, tapın və izləyin. Çalışırıq ki, sizin üçün faydalı olaq və növbəti qonağımızı da izləməkdə fayda var. Çünki yenə də sizin suallarınız əsasında çox gözəl mövzular təqdim edəcəyik sizə. Heç yerə getməyin, ekrana daha yaxın əyləşin. Qısa aradan sonra davam edirik.
Dediyim kimi qısa ara və davam eləyirik. Qaynar xəttimiz ekranlarınızda 055 254 0106. Proqramımız canlı yayımlanır. Bu da bizə imkan verir ki, interaktiv şəkildə sizin suallarınızı gələn doktorlarımıza ünvanlaya bilək və əsas məqsədimiz odur ki, faydamız dəysin sizə. Tibbi biliklərimizi bərabər artırmış olaq və mən elə ATV telekanalının rəhbərliyinə təşəkkür edirəm bu şəraiti yaratdığı üçün. Çünki gələn təşəkkür mesajları da bizə bunu söyləyir ki, hər gün faydalı olmağa gəlirik qarşınıza. Mən minnətdaram. Sağlam gün, ay.